İki nəfər gəlir, Peyğəmbər baxır onlara deyir, ət yemişsiniz elə bil. Deyirlər, ya Rasulallah, ət haradaydı? Çörək tapmırıq yeməyə. Deyir, yox, ət yemişsiniz siz. Deyirlər, ya Rasulallah, şəkkə düşürlər ki, bu Peyğəmbər deyil də yəqin. Deyir, necə ət? Deyir, Salman Farsi ilə oturmuşsunuz, onu göndərdiniz ki, ged oradan bizim üçün bir şey gətir də, tədarük elə yemək. Əmrinə yox, lap xahişlə hər neyini. Gedir, Salman gəlir, deyir ki, alınmadı. Salman gedəndə bir-birinə deyirlər, bu da ki, dənizə gedər, qurudar onu. Buna deyir, qeybət. Gündə 100 dəfə belə söz deyir bir-birimiz. Bu, ən yaxşı sözlərimizdir bir-birimiz haqqında. Deyir ki, bu, sən ətini yemisən. Yəni, onun ətini yemisən, elə belə bənzətmə deyil. Sənin o qeybət əməlinin pərdə arxası özüdür, həqiqətidir. Yəni, sən adam yiyənsən, zombisən. Qeybət eləmək budur. Sən adam yiyənsən, yəni. Həqiqətən, ha, bu belədir. Peyğəmbər onun batını, surətini görür. Yəni, sən o qədər qeybət odur ki, sən o qədər düşmürsən aşağı ki, adamın meydin ətini yemək həddindədir. Bu, qeybətin həqiqətidir.